Öz işvə keçməmişdən qabaq mütləq şəkildə investor tapmalısan. İnvestorla bu yolu işləyəndən sonra, bu işi aparandan sonra öz pulundan, öz sərmayəndən özün üçün əlavə iş qura bilərsən. Çox adam deyir ki, mən birdən pul buraxaram, o pulu yandıraram. İndi onu da eləməməklə, yəni istər-istəməz sənin üçün o vaxt gedir və sən işə başlamırsan. Çox insanların fikirləri də olur, hansı bir ideyaları olur, hansı ki uğurlu bir işlə bağlı və statistikaya görə onların əksəriyyəti gerçəkləşmir. Niyə görə gerçəkləşmir? Çünki insan risk eləmir, fikirləşir ki birdən alındıra bilmərəm və bu insanlar istər-istəməz uğur qazana bilmirlər. Ancaq o həmin o işi risk eləyib başlasalar, yəni ki fikirləşdiyi bir iş, hansı ki fikrinə gəlib, o 100% olmasa da ürəklə işləsə istərsəmiz nəticəsini verəcək. Ona görə mənim fikrim odur ki, ürəyimdə həqiqətən fikir varsa, hansı bir işi görmək istəyirsənsə, ürəkdənsə ona inanırsansa və 100% yox, 150-200% sən bu işə inanıb kəlli bu işə, yəni bizim sözlə girişib işləyəcəksənsə, mənə elə gəlir ki, o nəticə 100% verəcək.